Sosial şəbəkələrdə insanların narahatçılığına səbəb olan bu görüntü. Buyurun baxın. Mənim oğlum olsa, mən onun atası olmayan bir qızı ala bilmərəm. Baxdınız, gördünüz. Dəyərli izləyicilər, gördünüz. Bu aparıcı özünün dediyinə görə 6 universitet bitirib, onlardan sonuncusu da Harvard Universiteti olub. Görünür ki, Harvard Universitetinin verdiyi təhsil, verdiyi tərbiyə, verdiyi etika yəqin ki, buna çatmayıb ya da bu qavraya bilməyib. Bugün bunun danışdığı mövzu nədən ibarətdir? Atasız qızlar. Baxın, deyir ki, mənim oğlum olarsa əgər, mən oğluma atasız qız almaram. Eybi yoxdur, canın sağ olsun. Amma gəlin tarixə nəzər salaq, baxaq görək. Bugün sənin dediyin o sözlər, işlətdiyin o cümlələr hansı məntiqə sığır? Hansı Azərbaycan milli mənəvi dəyərlərinə sığır? Hansı etik normalara sığır? Gəlin bir baxaq buna, bir qısa da olsa nəzər salaq. 1990-cı ildən bu tərəfə Qarabağ savaşında Azərbaycanın nə qədər igid evladları getdi, şəhid oldu və qızları atasız qaldı. Həmin qızlar bugün bir anadır. Bəlkə də nəvə sahibi olanlar da var, bəlkə yox, elə var. Aprel döyüşlərində iştirak edib şəhid olan şəhidlərimiz. Hal-hazırda onların qız evladları hardasa 10-12 yaşlarındadır. Və Vətən müharibəsində şəhid olan şəhidlərimizin qız evladlarının yaşı hardasa 4, 5, 6 yaş arasıdır. İndi yaxşı, siz deyirsiniz ki, atasız qızı almaram. Bax, o atasız qızların ataları vətən uğrunda, torpaq uğrunda getdilər, şəhid oldular və bu qızlar da atasız böyüdülər, arzuları yarımçıq qaldı, düşüncələri yarımçıq qaldı, çoxunun ruhları zədələndi. İndi yaxşı, biz bugün deyək ki, 30 il bundan qabaq Qarabağ savaşında şəhid olan şəhidlərin evladları böyükdür. Yəni, evlad sahibidirlər, nəvə sahibidirlər. Bəs bugün o 4-5 yaşında olan o şəhidlərin ailəsindən hələ söhbət edirəm mən. O şəhid qızlarından söhbət edirəm mən. Bugün biz onlara, biz yox siz deyərəm, çünki biz o düşüncədə deyilik. Nigar xanım, Harvard'ı bitirmiş bir xanım deyək, əgər həqiqətən belədirsə. Bugün siz hansı psixologiya ilə təzyiq göstərirsiniz o atasız qızlara, o körpə qızlara? Yəni siz nə düşündünüz ki, bu sizin ağlınıza hardan gəldi ki, yəni bugün müzakirə eləməyə mövzu yox idi ki, siz çıxdınız bu məsələni burada qabartdınız və atasız qızları gündəmə gətirdiniz. Gündəmə gəlmək lazım idisə, sizə efir verilmişdi, vaxt ayrılmışdı və bir aparıcılıq nümunəsi kimi sizin üçün bir şərait yaradılmışdı. Amma siz neynədiniz? Hər efirə çıxanda sərt danışıqlar, təhqiramiz sözlər, bilib-bilmədən danışmalar və son nəticədə bu. İndi çıxıb orada efirdə güya üzr istəyirmiş kimi şəhid ailələrindən olan o atasız qızları ayırırsınız, yenə də yerdə qalan sıravi vətəndaşların o atasız qızlar ki var, hansı ki o deyək ki şəhid ailələrini ayırdınız, amma yerdə qalan qızların taleyi necə olacaq? Bu birbaşa insanları təhqir eləməkdir. Bu birbaşa atasız qızların necə deyim, vicdanına, ləyaqətinə toxunmaqdır. Başqa bir şey deyil və cəmiyyət tərəfindən də birmənalı qarşılanmadı. Və hər kəs öz fikrini söyləməkdə də azaddır. Elə siz özünüz də azadsınız fikir söyləməkdə, amma sizin söylədiyiniz fikir deyil və hətta Cinayət Məcəlləsinin 233-cü maddəsinin tələbinin pozulması da var burada ki, deməli, ictimai asayişin pozulmasına cəhd göstərmə. Bugün o atasız qızlar əgər qalxsa ayağa,
İnanın ki, siz qaçmağa yer tapmayacaqsınız. Və mənim bildiyimə görə kanal rəhbərliyi artıq bu məsələyə öz münasibətini bildirib, verilişdən uzaqlaşdırıb, kanalın fəaliyyəti bir günlük də olsa dayandırılıb və bilirsiniz, kanalın fəaliyyəti dayanırsa əgər, nə qədər maddi və mənəvi ziyana uğrayır. Bu da sizin belə deyək, o beyin məhsulunuzun aşağı olmasının bir nəticəsi idi. Mən düşünürəm ki, bu barədə yəqin ki bir tədbir görüləcək və siz öz cəzanızı alacaqsınız. Mən başqa bir şey demirəm və mən də bir ictimai xadim olaraq, hüquqşünas olaraq öz fikirlərimi söylədim və düşünürəm ki, bu barədə layiqli cavabınızı alacaqsınız.